Salam. Bugün sizinlə çox maraqlı mənbələrə baş vuracağıq. Mövzumuz təsəvvürün sərhədləri, bir də yaradıcı düşüncənin, necə deyim, azadlığıdır. Əlimizdə fəlsəfi yanaşmalar var, psixoloji araşdırmalar, hətta şəxsi təcrübələr də. Məqsədimiz buradan ən önəmli məqamları çıxarmaqdır, yəni o məşhur qutudan kənar düşünmək nə deməkdir, onu anlamağa çalışmaqdır. Gəlin başlayaq. Bəli, çox maraqlı mövzudur. Deməli, müzakirəmiz elə bil ki, iki əsas ox ətrafında gedəcək. Birincisi, bəzi texnoloqların, məsələn, Elon Musk kimi ya da filosof Nick Bostrom'un dediyi kimi, bizim bir kompüter simulyasiyasında yaşamaq ehtimalımızdır. Bu həqiqətən də çox düşündürücü bir fərziyyədir. Hə, Bostrom'un o trilemması var idi deyəsən, ya sivilizasiyalar özünü məhv edir, Bəli, ya da simulyasiya yaratmaq marağını itirir, ya da biz demək olar ki, 100% bir simulyasiyadayıq. Adamın ağlına gəlmir ha. düzdür. Amma məncə bizim daha çox fokuslanacağımız ikinci məsələ var. Mənbələrin əsas ağırlığı da oradadır. Bu, cəmiyyətin, tərbiyənin yaratdığı qutu təfəkkürü deyilən şeydir. Necə deyim, bu da bir növ simulyasiyadır, amma zehnimizdə qurulan. Aha, yəni daha şəxsi, daha gündəlik bir məhdudiyyət. Elədir. Kosmik simulyasiya bir fərziyyədirsə, bu, yaşadığımız bir reallıqdır çox vaxt. Bəs bu iki fikir arasında bir bağ varmı sizcə? Yəni, kosmik simulyasiya ilə bu zehni qutu arasında. Mütləq var. Əslində, hər ikisi sərhəd deməkdir. Düşüncəmizə qoyulan çərçivələrdir. Mənbələr də vurğuluyur ki, bu qutu uşaqlıqdan başlayır. Olmaz, belə et, çünki mən dedim. Bu tip şeylər. Hə, o mən dedim deyə yanaşması. Bəli. Bunlar, yəni fərqinə varmadan bizim təbii marağımızı, o problem həll etmə bacarığımızı, başqa sözlə, yaradıcılığımızı boğur. Və təkcə aşkar qaydalar yox, həm də o, həmişə belə olub, deyə qəbul etdiyimiz gizli fərziyyələr də var. Bu yerdə Rick Rubin'in kitabı yada düşür. Yaradıcı akt, bir var olma tərzi. O deyirdi ki, yaradıcılıq təkcə rəssamlara, yazıçılara aid deyil axı. Hamımızın haqqıdır, doğuşdan gəlir. Həyatın hər anında var. Məsələn, bir problem həll edəndə ya da adi bir söhbətdə belə. Tamamilə. Çünki yaradıcılıq, necə deyim, olmayan bir şeyi ortaya qoymaqdır. Fərqli düşünməkdir əslində. Mövcud qəlibləri qırmaqdır. Mənbələrdəki Troyan atı misalına baxın. Bu, hərbdə necə yaradıcı bir strategiyanın həlledici olduğunu göstərir. Düzdür, gözlənilməz bir həll yolu. Və ya daha müasir, məsələn, Elon Musk'ın o mühəndislik prinsipi. Deyir ki, ən yaxşı hissə heç bir hissənin olmamasıdır. Yəni, problemi həll etmək üçün bəzən mövcud elementi yaxşılaşdırmaq yox, sadəcə ondan qurtulmaq lazımdır. Bəli, o ehtiyacı ortadan qaldırmaq. Bax, bu əsl yaradıcı yanaşmadır. Yaxşı, bəs doğrudan da çox yaradıcı insanları nə fərqləndirir? Frank Baron'un o 60-cı illərdəki araşdırmaları çox maraqlıdır. Truman Capote kimi adamları araşdırıb və deyib ki, təkcə yüksək zəka kifayət deyil. Elədir. Baron'un tapıntıları açığı çox heyrətamizdir. Görünür, bu yaradıcı insanlar öz daxili dünyalarına daha açıqdılar. Yəni, hisslərinə, düşüncələrinə, mürəkkəbliyi, qeyri-müəyyənliyi sevirlər. Nizamsızlığa qarşı dözümlüdürlər. Hətta o xaosa bir nizam gətirə bilirlər. Müstəqil düşünürlər, risk alırlar. Bəli. Və ən maraqlısı odur ki, bu insanlar həm bəzi psixoloji çətinliklərə meyillik göstəricilərində, həm də psixoloji sağlamlıq şkalalarında yüksək nəticə göstəriblər. Bu necə olur? Yəni, həm problemi meyilli, həm də sağlam. Bu o demək deyil ki, yaradıcı olman üçün problemin olmalıdır. Qətiyyən. Sadəcə, elə bil ki, onlar həyatın bütün spektrumu ilə, həm qaranlıq, həm də işıqlı tərəfləri ilə daha dərindən üzləşirlər. Bunları özlərində birləşdirə bilirlər. Mixay Csikszentmihalyin sözü ilə desək, onlar mürəkkəbdir. Ziddiyyətli görünən şeyləri bir arada saxlayırlar. Bu, o köhnə fikir var, yaradıcılıqla dəlilik arasında incə bir xət olması. Onu xatırladır biraz, Van Gogh kimi. Ola bilər, amma məncə mənbənin vurğusu başqadır. Məqsəd o xətti keçmək deyil, əksinə, hamımızın içindəki o potensialı oyatmaq, o qutu təfəkkürünü azaltmaqdır. Bəs beyin səviyyəsində nə baş verir görəsən? Necə olur ki, bəzi beyinlər bunu bacarır? Bax, bu da çox maraqlıdır. Müasir beyin tədqiqatları göstərir ki, deməli, yaradıcı beyin xüsusi bir iş rejiminə keçə bilir. Normalda bir-biri ilə az əlaqədə olan və ya fərqli vaxtlarda aktiv olan beyin şəbəkələrini,
Məsələn, xəyal qurma şəbəkəsi, diqqət şəbəkəsi, bir də planlama şəbəkəsi. Yaradıcı beyin bunları, necə deyim, eyni anda çevik şəkildə işlədə bilir. Birlikdə işləməyə məcbur edir sanki. Deməli, o köhnə sol beyin, sağ beyin söhbəti əfsanədir. Tamamilə. Yaradıcılıq bütün beynin işidir. Ən vacibi də odur ki, mənbələr də bunu deyir. Bu, öyrənilə bilən, təkmilləşdirilə bilən bir bacarıqdır. Bu çox ümidvericidir. Mənbələrdən birində müəllif öz qızından danışırdı. Deyirdi ki, onu böyüdəndə çalışıb ki, onu qutuya salmasın, gələcəyi üçün konkret bir yol cızmaq əvəzinə sadəcə arzulayıb ki, sağlam, maraqlı və müdrik olsun, qalanını öz seçiminə buraxıb. Bəli, çox gözəl yanaşmadır. Yəni, konkret bir nəticə gözləmək əvəzinə potensialın açılması üçün şərait yaratmaqdır bu. Düşüncəyə sərhəd qoymamaqdır. Beləliklə, ümumiləşdirsək, əsas fikir nədir? İstər kosmik bir kompüter proqramı olsun, istər cəmiyyətin qoyduğu qaydalar. Əsas odur ki, ətrafımızdakı bu simulyasiyaları, yəni məhdudiyyətləri dərk edək. Elə deyilmi? Tamamilə. Və Rick Rubin'in dediyi kimi, o içimizdəki yaradıcılıq qığılcımını, çünki o, hamımızın fitri haqqıdır, həyatın hər sahəsində istifadə edərək daha azad düşünə bilərik. Daha azad. Və sizin üçün, dinləyicilərimiz üçün də son bir düşüncə toxumu. Gündəlik həyatınıza bir baxın. Hansı görünməz qutuları, hansı özünüzə qoyduğunuz məhdudiyyətləri görürsünüz? Və bugün danışdıqlarımızdan sonra bəlkə də o qutudan çölə doğru atacağınız ilk kiçik addım nə ola bilər? Bu barədə düşünməyə dəyər məncə.